Salam. Deməli, coğrafiya 10-cu sinif kiçik su metodik qiymətləndirmə nömrə 1 üzrə metodik vəsaitdə verilmiş nümunəvi suallara baxırıq. Deməli, birinci sual. Cədvəli tamamlayın. Deməli, bizə burada coğrafiyanın sahələri verilib, digər tərəfdə isə onların izahları. Deməli, yerin ümumi fiziki coğrafi qanun uyğunluqlarını öyrənir. Fiziki coğrafiyanın bölməsidir. Deməli, bu yerşünaslıqdır. Deməli, bura gəlməlidir. Yerşünaslıq. Hidrologiya quru sularını öyrənir və yaxud da daxili suları, yəni çayları, gölləri. Heyvan, bitki və mikroorqanizmlərin coğrafi paylanması və yayılması qanuna uyğunluğuna öyrənən elmdir. Deməli, bu biocoğrafiyadır. İqtisadi və sosial coğrafiya. İqtisadi və sosial coğrafiya əhali və onların təsərrüfat fəaliyyətlərini öyrənir. Toponimika, coğrafi adların mənalarını və onların yaranma tarixlərini öyrənir toponimika. Əhali və onun inkişaf qanuna uyğunluqlarını öyrənən elmdir. Yəni, əhalinin sayı tərkibini bu əhali coğrafiyası hesab olunur. Deməli, bu oldu birinci sual. İkinci sual. Verilən tapşırığı yerinə yetirərkən siz hansı coğrafi tədqiqat metodunu tətbiq etmiş olursunuz? Deməli, birinci deyir bizə, birinci və ikinci ölkələr üçün diaqramlar tərtib edin və onları müqayisə edin deyir. Deməli, diaqramlar, yəni qrafiklərin tərtib edilməsi coğrafi modelləşdirmə hesab olunur. Deməli, birinci metod coğrafi modelləşdirmə olmalıdır. Sonra, şəkillər əsasında ərazinin relyefini təsvir edin. Deməli, burada görürük ki, biz aerofoto şəkildir. Yəni, aerofoto şəkil və yaxud da kosmik şəkillər vasitəsilə məlumatların tədqiq edilməsi bu aerokosmik metod hesab olunur. Deməli, bu olmalıdır aerokosmik metod. Deməli, üçüncü suala baxaq. Sualda deyilir, düzgün ifadəni müəyyən edin. A. Kant-Laplace fərziyyəsinə görə kainat təqribən 6-7 milyard il əvvəl qaz və tozdan ibarət soyuq disk şəkilli kosmik buluddan yaranmışdır. Kant-Laplace nəzəriyyəsinə görə 6-7 yox, 4-5 milyard il bundan əvvəl olmalıdır. Həmçinin də soyuq disk şəkilli bu ona aid deyil. Hawking fərziyyəsinə görə digər qalaktikalar bizdən uzaqlaşır, kainat kiçilir. Kiçilir yox, kainat genişlənir olmalıdır Hawkingin fərziyyəsinə görə. Şmit və Vsenkov nəzəriyyəsinə görə yer və digər planetlər isti günəşə bənzər cisimdən. İsti günəşə bənzər cisimdən yox, soyuq disk şəkilli formada yarandığı deyilir Şmit və Vsenkov nəzəriyyəsində. Böyük partlayış fərziyyəsinə görə qara dəliklər bütün böyük gravitasiya nəticəsində ulduzları, səma cisimlərini udur. Bəli, bu doğru fikirdir. Düzgün cavab D bəndə olmalıdır. 7 isə deyilir, müqəddəs kitablar kainatın 6-7 milyard il ərzində yarandığı deyirlər. 6-7 milyard yox, müqəddəs kitablarda 6 gün ərzində yarandığı deyilir. Sonra dördüncü sual. Hadisələrin düzgün ardıcıllıqlarının göstərildiyi variantı seçin. Deməli, ilk olaraq ilkin soyuq yer yaranır. Daha sonra ay erası baş verir. Daha sonra ilkin yer qabığı formalaşır və onun üzərində atmosfer, daha sonra isə hidrosfer, yəni ilk okean, Pantalas formalaşır. Yəni düzgün cavab burada D bəndi olmalıdır. 5-ci sual. Şəkildə hansı hadisələrin təsvir olunduğunu və bu hadisənin yaranma səbəbini qeyd edin. Deməli, birinci şəkildə göstərən qütb parıltısı hadisəsidir. Deməli, birinci şəkil qütb parıltısıdır. İkinci şəkildə isə maqnit qasırğasıdır. Deməli, qütb parıltısı maqnit qasırğasının baş verməsi səbəbi, yəni günəşdir, günəşin yerə təsiri və günəş küləyinin yer səthinə daxil olmasıdır. 6-cı suala baxaq. ABC xətti üzrə məntəqələr arasındakı məsafəni kilometr ilə təyin edin. Deməli, bizə ABC xətti üzrə məsafənin tapılması lazımdır. Deməli, əvvəlcə A və B nöqtəsini tapaq. AB xəttinin uzunluğunu tapaq. Deməli, A yerləşir 40 şimal enliyi üzərində, B isə yerləşir 20 cənub enliyində. Deməli, 40 şimal enliyi, 20 cənub enliyi aradakı dərəcə fərqini tapmaq üçün biri şimal, biri cənub enliyində olduğu üçün dərəcə fərqini tapmaq üçün toplayırıq. 40/20 bərabərdir 60 dərəcə. Sonra eyni meridian üzərində olduğu üçün A və B aradakı dərəcə fərqini tapmaq üçün 60-ı biz vurmalıyıq 111-ə. Bu da bizə bərabərdir eləyir 6660 kilometr məsafə deməli AB üzərində. İndi BC-ni tapmağa çalışaq. BC 20-ci paralel üzərindədir. Əslində bizə məsələdə burada 1 dərəcəlik 20 dərəcəlik paralel üzərində
1 dərəcəlik dərəcə qövsünün uzunluğu verilməli idi. Amma bizə bu verilməyib. 1 dərəcə 20 dərəcəlik paralel üzərində 104,6 dərəcə olmalıdır. 6 kilometr olmalıdır. Yəni 20 dərəcəlik paralel üzərində 1 dərəcə 104,6 kilometrə bərabərdir. Yəni bu əslində bizə məsələdə verilməli idi. İndi hesablayaq. Deməli B yerləşir 0. Uzunluqda C yerləşir 80 uzunluqda. Deməli 0 üstəgəl 80 80-dir. Deməli indi 80-i vurmalıyıq biz 104,6 kilometrə. Bu da bizə bərabərdir eləyir. Hesablayaq. 80 vurulsun 104,6. Bu da bizə bərabərdir 8368. Deməli 8368. Bu da üstünə də gəlməliyik biz 6660-ı. Bu da bərabərdir elədi 15028 kilometr. Deməli bizim üçün ABC xəttinin uzunluğu 15028 kilometr alındı. Yəni bu birinci AB xəttini tapdıq 6660, sonra BC tapdıq 8368 və ikisinin cəmi 15028-dir. Yəni burada 20 dərəcəlik paralelin 1 dərəcəlik qövsünün uzunluğu bizə kilometrli verilməyib. O da 104,6 kilometrdir. Əslində məsələnin şərtində bu mütləq şəkildə verilməli idi. Çünki bütün topluluq testlərində də həmişə paralellərin uzunluqları bizə verilir. Deməli 7-ci suala baxaq. Deyilir bizə A və B var burada. A-da deyir, əgər D məntəqəsində günəş şüalarının düşmə bucağı 65 dərəcə olarsa, günəşin zenitdə olduğu enliyi təyin edin deyir bizə. Deməli bizdə günəş şüalarının düşmə bucağı var. Sonra həmçinin zenitdə olduğu enliyi tapın, təyin edin deyilir bizə. Deməli D məntəqəsi yerləşir 15 cənub enliyində. Yəni biz E hərfi ilə işarə eləyək enliyi. Kitablarda fi, A və qamma ilə işarə alınıb. Yəni bizə o qədər lazımdır. Biz enliyi E hərfi ilə işarə eləyək. Deməli enlik bərabərdir 15 dərəcə cənub enliyi. Sonra bizə nə verilib? Bir də bucaq verilib. Düşmə bucağını biz B hərfi ilə işarə eləyək. B bərabərdir 65 dərəcə verilib bizə. Bizə zenit lazımdır. Zenitin düsturu var idi. Zenit bərabərdir Y çıxılsın mötərizədə 90 çıxılsın B. Belə bir düstur var. Düsturumuz var zenitdəki olduğu enliyi tapmaq üçün. İndi tapaq zeniti. Zenit bərabərdir. Deməli bizdə 15 dərəcədir. Enlik 15 çıxılsın mötərizədə 90 çıxılsın 65. Bu da bizə bərabərdir eləyir. 90 çıx 65 bərabərdir 25. 15 çıxılsın 25. Bu da bizə bərabərdir eləyir. 15 çıx 25 mənfi 10 eləyir. Əgər bizə cavab mənfi alınarsa, bizdə isə enlik cənub enliyidir. Bizim enliyimiz cənub enliyidir. Əgər bizə cavab mənfi alınarsa, deməli bizim zenitdə olduğu enlik şimal enliyi olacaq. Onun tərsi olacaq. Deməli, burada cavab olmalıdır. Zenit bərabərdir 10 dərəcə şimal enliyi olmalıdır. 10 dərəcə şimal enliyi. Deməli, birinci A sualının cavabı olmalıdır 10 dərəcə şimal enliyi. İndi B sualına baxaq. B-də deyilir bizə B məntəqəsində saat 10:00 olarsa, yəni B məntəqəsi yerləşir 120 şərq uzunluğunda. A məntəqəsində saat neçə olduğunu təyin edin deyilir bizə. Deməli B məntəqəsində saat 10:00 olarsa, A məntəqəsi saat neçə olduğunu təyin edin. Deməli A məntəqəsi yerləşir 120 şərq uzunluğunda yerləşir. A isə yerləşir 60 qərb uzunluğunda. Biri şərq, biri qərb olduğu üçün dərəcə fərqini tapmaq üçün onları toplayırıq. Deməli 120 üstə gəlsin 60. Bu da bizə bərabərdir eləyir 180. 180 dərəcə. İndi 180 dərəcəni biz çevirməliyik. 180 dərəcəni biz çevirməliyik saata, vaxta yəni. Biz bilirik ki 1 saat 15 dərəcədir. Onun üçün biz 180-i bölürük 15-ə və saatı tapırıq. Nə qədər
vaxt fərqi olduğunu. 181-15 eləyir bizim üçün 12. Deməli 12 saat vaxt fərqi var B ilə A nöqtəsi arasında. B ilə A nöqtəsi 12 saat fərqi var və B A-dan A B-dən qərb tərəfdə yerləşdiyi üçün deməli saat A nöqtəsində B nöqtəsinin geri olmalıdır. Deməli saat A-da 10:00-dırsa 10:00-dan 12 saat əvvəl saat olacaq 22:00 olacaq. Deməli 22:00 olacaq A nöqtəsinin saat. Yəni B nöqtəsinin saat 10:00-dır. Burada biz hesablayanda alındıq ki, A ilə B arasında 12 saat vaxt fərqi var və həmçinin 12 saat geri olmalıdır A nöqtəsində. 10:00-dan 12 saat əvvəl isə saat 22:00 olmalıdır. Deməli burada cavab 22:00 olacaq. 8-ci sual. Yaz gecə gündüz bərabərliyi günündə günəş şüalarının 60 dərəcə bucaq altında göründüyü şimal və cənub enlikləri arasında məsafə xəritə üzərində 20 sm təşkil edir. Həmin xəritənin miqyasını tapın. Deməli yaz gecə gündüz bərabərliyi günü 21 mart tarixidir. 21 mart tarixində günəş ekvator üzərində zenitdədir. Deməli günəş ekvatorun zenitdədirsə, bizə günəş şüalarının düşmə bucağı verilibsə, deməli biz enliyi tapmaq üçün enlik bərabərdir 90-60 eləməliyik. 90-60 da eləyir bərabərdir 30 dərəcə. 30 dərəcə həm şimal enliyi ola bilər, həm də cənub enliyi ola bilər. Bizdə də həm şimal, həm cənub enlikləri soruşulur. Deməli 30 dərəcə cənub enliyi, 30 cənub enliyi və 30 şimal enliyi olacaq. Burada bizim günəş şüalarının 60 dərəcə bucağının düşdüyü enliklər. 30 şimal enliyi. Bizə deyirik ki, indi arasındakı məsafə soruşulur bizdə. Deməli, biri şimal, biri cənub olanda 30 şimal enliyi və 30 cənub enliyi dərəcə fərqini tapmaq üçün onları biz toplamalıyıq. 30 üstə gəlsin, deməli 30. Bu da bizə bərabər deyilir 60 dərəcə və biz bilirik ki, 1 dərəcə meridian üzərində 111 km götürülür. Deməli, 60-ı biz vurmalıyıq burada 111-ə. Bu da bizə bərabərdir eləyir 6660 kilometrlik. 6660 kilometrlik. Deməli 6660 kilometr həqiqi məsafədir. Həqiqi məsafə 6660 kilometrdir. Xəritədəki məsafə də 20 sm-dir. İndi biz miqyası tapmalıyıq. Miqyası tapmaq üçün biz həqiqi məsafə bölünsün xəritədəki məsafə eləməliyik. Yəni 6660 bölünsün 20 eləməliyik. Yəni həqiqi məsafə böl xəritədəki məsafə. Bu da bizə bərabərdir eləyir 333. Deməli bizdə alınır 333 kilometr miqyas. Yəni miqyas bu izahlı miqyas formasında, yəni 1 sm 333 kilometr. Miqyas çox vaxt ədədi miqyas formasında göstərildiyi üçün, yəni burada 1 bölünsün 333 və 5 ilə 0 olmalıdır. 4 və 5, deməli 300. Deməli burada alınır bizdə 33.300.000. 33.300.000 alınır bizdə miqyas 1 bölünsün 33.300.000 sualın cavabı olmalıdır. Sonra 9-cu suala baxaq. Qış gün dönümündə 50 dərəcə şimal enliyində yerləşən və cənuba doğru meyilliyi 20 dərəcə olan dağ yamacında günəş şüalarının düşmə bucağını hesablayın. Deməli, qış gün dönümü günü biz bilirik ki, 22 dekabr tarixidir. 22 dekabr tarixində günəş şüaları 23,5 cənub enliyi üstündə zenitdədir. Deməli, 23,5 cənub enliyi zenitdir. Zenit 23,5 cənub enliyi. Sonra bizə enliyi veriblər. 50 dərəcə şimal enliyi. Deməli, burada Y bərabərdir. 50 şimal enliyi. İndi bizə düşmə ucağı, yəni B-ni tapmaq lazım idi. Düşmə ucağını tapmaq üçün B bərabərdir, yəni düşmə ucağını biz B ilə işarə edirik. B bərabərdir 90 çıxılsın enlik. Enlik də bizdə 50 dərəcədir. Enlik 50 dərəcə və düsturda üstə gəl çıx zenit. Burada biri şimal, biri cənub olduğu üçün deməli çıx olacaq.
çıx 23,5. Bu formada biz tapa bilərik düşmə bucağını. 90 çıx 50 bərabərdir eləyir 40. 40 çıx 23,5. Bu da eləyir 16,5. Deməli, Günəş şarının düşmə bucağı 16,5 olacaqdı. Əgər bizim ərazimiz düzən ərazi olsaydı, Günəş şarının düşmə bucağı 16,5 olacaqdı. Amma bizim ərazimiz dağlıq ərazidir və həmin meyilliyi cənuba doğrudur. Deməli, dağın meyilliyi cənuba doğrudur. Günəş də həmin vaxt cənub tərəfdə zenitdədir. Deməli, cənuba doğru meyillidir və Günəş də cənubda zenitdə olduğu üçün həmin meyillilik olan 20 dərəcəni biz 16,5-in üstünə gəlməliyik. Deməli, 16,5 üstə gəl 20. Bu da bizə bərabərdir eləyir 36,5. Deməli, sualımızın cavabı 36,5 dərəcə olmalıdır. Sonra 10-cu suala baxaq. Bakıda saat 16:00 olarsa, ondan 4270 km şərqdə yerləşən məntəqənin coğrafi koordinatlarını və yerli vaxtı təyin edin deyir bizə. Deməli, Bakıda saat 16:00-dır. Ondan 4270 km. Əvvəlcə biz 4270 km-i çevirməliyik biz dərəcəyə. Burada bizə verilib ki, 1 dərəcəyə 85,4 km. Yəni, bayaqki sualda da bizə 20 dərəcəlik paraleldə bu formada verilməli idi. 104,6 km olduğu, amma orada bizə nəsə verilməmişdi. Deməli, burada əvvəlcə 4270 km çevirməliyik biz dərəcəyə. Onu dərəcəyə çevirmək üçün, yəni 4270-i biz bölməliyik 85,4-ə. 4270 bölünsün 85,4. Bu da bizə bərabər hesablayaq biz bunu. 4270 bölünsün 85,4. Bu da bizə bərabərdir eləyir 50 dərəcə. Demək, 50 dərəcə biz getmişik şərq tərəfə. 50 dərəcə şərqə getmişik. Bakıda 16:00 olarsa, indi 50 dərəcə. 50 dərəcəni biz çevirməliyik. Zamana çevirməliyik. Biz bilirik ki, 1 dərəcə 4 dəqiqəyə bərabərdir. 50-ni biz vursaq, 50-ni biz 4-ə vursaq bərabərdir alınır. 200 dəqiqə. 200 dəqiqə. 200 dəqiqə də bizim üçün bərabərdir 3 saat 20 dəqiqə. 3 saat 20 dəqiqə. Deməli, 3 saat 20 dəqiqəyə bərabərdir. Vaxt fərqi olmalıdır bizim məntəqə ilə Bakı şəhəri arasında. İndi orada yerli vaxtı soruşulur bizdə. Deməli, şərqdə yerləşdiyi üçün Bakıdan irəlidə olmalıdır. Çünki şərq həmişə irəlidir, qərb isə bizdən geridədir. Deməli, 16:00-dan 3 saat 20 dəqiqə sonra bu da eləyir 19:20. Deməli, 3 saat 20 dəqiqə vaxt fərqi olduğunu tapdıq. 4270 km şərqə doğru gedəndə. Şərqdə olduğu üçün deməli, bizdən irəlidə olmalıdır. Onun üçün 16:00-ın üstünə gəldik. 3 saat 20 dəqiqə. 3 saat 20 dəqiqə üstünə gələndə eləyir saat 19:20. Deməli, sualımızın cavabı 19:20 olmalıdır. Deməli, 10 suallıq metodika saytda verilmiş coğrafiya 10-cu sinif kiçik summativ qiymətləndirmə bir tapşırıqlar oldu. Sağ olun.